Salam uşaqlar, bugün keçirilən biologiyadan qəbul imtahanı ikinci şans suallarını izah edəcəm sizə. Gəlin vaxt itirmədən elə suallarımıza keçid eləyək. Deməli, birinci sualımıza baxaq, A variantını izah eləyirəm. Deməli, baxaq görək. Deyir ki, Ulutrixdə hansı hüceyrələrin birləşməsindən zigot əmələ gələr? Baxın, Ulutrixdə burada söhbət cinsi çoxalmadan gedir. Ulutrixdə cinsi hüceyrələr iki qamçılı hüceyrələrdir. Həmin o iki qamçılı cinsi hüceyrələrin birləşməsindən zigot əmələ gəlir. Əgər yadınızdan çıxıbsa, bunu deməli, həmin Ulutrix mövzusunu açıb bir də baxa bilərsiniz. Bir saniyə. Bəli, doğru cavab olacaqdır burada D variantı. Kim yazıbsa doğrudur. Deməli, 2-də deyir ki, amonyakın nitrit tursuna qədər oksidləşdirən bakteriyalar hansılardır? Bunlar nitrifikasiya bakteriyalarıdır. Bu 10-cu sinifdə xemosintez dərsindədir. Nitrifikasiya bakteriyaları amonyakı nitrit tursuna qədər oksidləşdirir. 3-cü sualınıza baxaq. Uyğunluğu müəyyən edin. Gəlin birdən başla. Birdə elə bir canlı olmalıdır ki, həm plasentası olmalıdır bu canlının, həm də ki, bu canlı su heyvanı olmalıdır. Həm plasentası olmalıdır, həm də bu canlı su heyvanı olmalıdır. Bu nə ola bilər? Balina. Balina əslində məməlidir. Deməli, plasentası da var, plus da su heyvanıdır. Buna görə 1-ə A variantını yaza bilərik. Pingvin xeyr. Pingvin ümumiyyətcə plasentası yoxdur. Pingvin çünki quşlar sinifinə aiddir. Yarasa su heyvanı deyil, ördək. Ördək də eynən deməli quşlar sinifinə aiddir, plasentası yoxdur. Delfin, bəli, bura balina və delfini yaza bilərik. Delfin də eyni məməli heyvandır, plasentası var və su heyvanıdır. 1-ə A-na Y variantı. Sonra ikinciyə baxaq. İkinci elə bir canlı olmalıdır ki, bunun həm plasentası olsun, həm də ki, döş tilinə malik olsun. Döş tilinə malik olan, plasentası olan heyvan nə ola bilər? Yarasa ola bilər. 2 aiddir C. Çünki yarasa məməlidir, plasentası var, plus uçmaq qabiliyyəti ilə əlaqədar olaraq o döş tilinə də malikdir. Sonra üçüncü elə bir şey olmalıdır ki, həm su heyvanı olmalıdır, həm də ki, döş tilinə malik olmalıdır. Bu bir pingvin ola bilər, bir də ki, ördək ola bilər. Pingvinlə ördək su heyvandır və pingvinlə ördək quşlar sinifinə aid olduğuna görə bunlar döş tilinə malikdirlər. B və D doğru cavab olacaqdır. 1-ə A-ya 2C, 3-ə B-də C variantı. Bəli, doğrudur. 4-cü sual. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Baxın, uşaqlar, əgər fikir versəz, bu sxemlərdən görün nə qədər var. Həmişə də 7 iyun tarixində keçirilmiş qəbul imtahanında da sxemlərə daha çox üstünlük verirlər. Ona görə də bu sxemləri özünüzə alışdırın, gözünüzə alışdırın. Baxaq, deyir ki, sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Öküz soliteri əsas və aralıq sahibləri onurğalı heyvanlardır. Bəli, öküz soliterin əsas sahibi insan, aralıq sahibi isə onurğalı heyvanlardır. Hər ikisi onurğalıdır, insan da bu doğrudur. 2-də deyir ki, geohelmitdirlər. Xeyr, öküz soliteri biohelmitdir. Çünki sahibini dəyişir. Əsas və aralıq sahibləri atmosfer havası ilə, bəli, insan da, digər iri buynuzlu heyvanlar da atmosfer havası ilə tənəffüs edir. Bu da doğrudur. Sonra 4-cüdə aralıq sahibində törətdiyi xəstəlik tenyarinxozdur. Xeyr, aralıq sahibində finoz xəstəliyi törədir. Doğru kəsişmələri istəyirdi. 1 və 3-cü doğrudur. Doğru cavab olacaq A variantı. Davam edək. AB qameti aşağıdakı genotiplərdən hansının əmələ gətirdiyi bütün qametlərin 2-də 1 hissəsini təşkil edir. Burada elə doğru cavab D variantı olacaqdır. Niyə? Çünki D variantında böyük A, kiçik A, kiçik B, kiçik B-dir. Bunun əmələ gətirdiyi qamət bir böyük A, kiçik B qameti olacaq. Bir də kiçik A, kiçik B qameti. Yəni 2 dənədir, 2 dənə qamət aldıq. 2-dən 1 dənəsi budur, 1 dənəsi də budur. Elə deyil. Bizdən də 2-də 1 olduğunu soruşur. O da olacaqdır. Yəni AB qameti 2-də 1 olan doğru cavab olacaq D variantı. 6-cı sualımıza baxaq. Deyir ki, noxud bitkisinin çiçəklərində çiçək düsturundakı struktur elementlərinin sayının cəmi 210-dur. Birinci onu yadınıza gətirin ki, noxud bitkisi paxlalar fəsləsinə aiddir. Avtomatik olaraq paxlalar fəsləsinin çiçək düsturunu yazırsınız. Deməli, K5, L3-2, yəni ki 5, Y9-1, yəni 10-dur. D də 1 şəklindədir, elə deyil. Ümumi bunların hamısının cəmi 5-5-5-10-1, 21 eləyəcək. Deməli, bir dənə çiçəkdə struktur elementlərinin cəmi 21-dir. Amma burada deyir ki, 210-dur. 210-u 21-ə bölürsünüz, alırsınız 10. Deməli, söhbət 10 çiçəkdən gedir. Biz buna əsasən hesablayacağıq. 10 dənə çiçək. İndi burada deyir ki, bu bitkinin hər bir çiçəyində 8 üşəyim hissəsi var. Bir dənə çiçəyində 8 üşəyim hissəsi varsa, 10 dənə çiçək aldıq. 10 dənə çiçəyində də deməli 80 dənə üşəyim hissəsi var. Bu çiçəklərdə maksimum sayda toxumun əmələ gəlməsi üçün 2 qat mayalanmada bilavasitə cəmi neçə hüceyrə iştirak etməlidir. Normalda 2 qat mayalanmada mərkəzi hüceyrə, bir dənə yumurta hüceyrə, 2 dənə sperm iştirak edir. Elə deyil. Deməli, bir dənə
olanda bir dənə rüşeym hissəsində 4 dənə hüceyrə iştirak edir. Bizdə amma 80 dənə rüşeym hissəsi var. 80-i də vuracaqsınız 4-ə, eləyəcək 320. Deməli 320 hüceyrə iştirak etməlidir. Doğru cavab A variantı. Davam eləyək. 7-ci sual. Əgər şibyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, bu şibyə hansı canlıların birgə yaşayışından əmələ gəlmişdir? Baxın, şibyəni nə əmələ gətirir? Ya göbələk, daha doğrusu göbələk, pilus, yosunlar və yaxud da ki, siyanobakteriyalar. Mötərizə içərisində yazıram və ya göbələk və yosunlar və yaxud da ki, siyanobakteriyalar əmələ gətirir. Siyanobakteriyalar. Burada bizə deyir ki, indi biz hardan bilək ki, göbələklə yosun əmələ gətirir, yoxsa göbələklə siyanobakteriya əmələ gətirir? Bunu bilmək üçün özü burada deyir ki, canlılardan biri ən qədim aləmin nümayəndəsi. Ən qədim aləmin nümayəndəsi nələrdir? Bakteriyalardır. Deməli, göbələklə burada yosunu aradan çıxacaqsınız. Söhbət göbələklə siyanobakteriyadan əmələ gəlir. Bunlar ikisindən şibyə əmələ gəlir. Deyir ki, hansılar nə əmələ gəlir? Aha, indi ifadələrə baxmalıyıq. Hüceyrələrin quruluşuna görə biri prokariot, digəri isə ekariot olan canlıların. Bəli, düzdür. Çünki göbələklər ekariotdur, siyanobakteriyalar isə prokariotdur. Birincisi düzdür. Xlorofili fotosintez edici membran üzərində yerləşən canlı ilə əsasən sporla çox olan, bəli, sporla çox olan canlı göbələkdir. Xlorofili fotosintez edici membran üzərində yerləşən isə siyanobakteriyadır. Ona görə bu da doğrudur. Avtotrof yolla qidalanan çox hüceyrəli canlı. Xeyr, siyanobakteriyalar avtotrof qidalanır, amma çox hüceyrəli deyil. Bir hüceyrəlidir. Bakteri bir hüceyrəlidir. Sonra plazmidlərə malik olan canlı ilə xromatofora malik canlıdır. Xeyr, burada xromatofora malik canlı, plazmidlərə malik canlı ilə əslində bəli, bakteriyalar burada plazmidlərə malikdir. Lakin belə deyək də, xromatofora malik olan bir canlı burada rast gəlinmir. Sonra yəni burada plazmidlərə malik canlı dedikdə siyanobakteriyaları götürə bilərsiniz. Amma xromatofora malik canlı göbələk xromatofora malik deyil. Axı ona görə də bu yanlış olacaq. Doğru cavab 1 ilə ikincisi o da olacaq A variantı. Davam edək. Sxemə əsasən düzgün kəsişmələri müəyyən edin. Deməli, heterozis effekti. Deyir ki, heterozis effekti uzaq hibridləşmə zamanı alınan fərdlərdə üzə çıxa bilər. Bəli, uzaq hibridləşmə zamanı alınan fərdlərdə heterozis effekti müəyyən olur. Seleksiya dərsində də yenə bu cümlə olmalıdır. Bir doğrudur. Saf xətlər arası çarpazlaşdırmada üzə çıxır. Baxın, burada diqqət eləyin. Saf xətlərin alınması demir ha. Saf xətlər arası, saf xətlərin özünü çarpazlaşdıranda artıq orada heterozis effekti olur. Ona görə də 2 də düzdür. Sonra 3-cüdə inbreeding nəticəsində alınan, xeyr, bu səhvdir. Heterozis effekti deyil burada. Yalnız bitkilərdə müşahidə olunur. Xeyr, heterozis effekti yalnız bitkilərdə deyil. Yəni bu fərdi seçmə deyil ki, yalnız bitkilərdə müşahidə olunsun. Ona görə bu da səhvdir. Doğru cavab 1 ilə 2 D variantı olacaq. 9-cu suala baxaq. Deyir ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, burada birincidə göstərilibdir flema boruları, ikincidə göstərilibdir ksilema boruları. Bu flema borusudur, bu da ksilema borusudur. Ölü hüceyrələrdən təşkil olunubdur. Ksilema boruları ölü hüceyrələrdən ibarətdir. Canlı hüceyrələrdən flema boruları təşkil olunubdur. Ötürücü toxumaya, hər ikisi ötürücü toxumaya malikdir. Əsasən qeyri-üzvü maddələri daşıyır. Bu su və mineral maddələri daşıyan ksilema borularıdır. 4. Sonra gövdənin qabıq qatında rast gəlinir. Flema boruları gövdənin qabıq qatında rast gəlinir. Sonra yarpağın damarlarında rast gəlinir. Yarpaq damarlarında, hər ikisi yarpağın damarlarında var. Doğru cavab olacaq Y variantı. Sonra 10-cu sual. Aşağıdakı proseslərdən hansılar sağlam qadında hamiləlik 3-cü ayının əvvəlindən başlayaraq baş verir? Söhbət 3-cü ayından gedir. 3-cü ay. Deməli, rüşeym uşaqlığın divarına yapışır. Xeyr, bu səhvdir. Çünki nəinki 3-cü ayı, bu rüşeym uşaqlığın divarına hələ əvvəllərdən 1-ci aydan yapışmalıdır ki, bu uşaq da hələ 3-cü aya çata bilsin. Yəni, uşaq əmələ gələ bilsin. Ona görə də 3-cü ayın əvvəlindən bu səhvdir. Bu 1-ci aydan başlayır. Xovların bir hissəsindən cift əmələ gəlməyə başlayır. Bəli, artıq 3-cü aydan başlayır, ciftin əmələ gəlməsi, cift əmələ gəlməyə başlayır. Rüşeym dövrü başlayır. Xeyr, rüşeym dövrü mayalanma anından başlayır, ta 2 ay rüşeym dövrü olur. 3-cü ayın əvvəlindən başlamır. 3-cü ayda artıq tamamilə bitmiş olur. Rüşeym dövrü 2 ay davam edir. Mayalanma anından 2 aya qədər davam edir bu. Ona görə bu səhvdir. Rüşeymdə 2 kameralı ürək yaranır. 3-cü ayının əvvəlinə, xeyr, rüşeymdə 2 kameralı ürək 3-cü ayının əvvəlinə yaranır. Bu da yanlış. Döl mərhələsi başlayır. Bəli, artıq 3-cü ayından başlayaraq rüşeym dövrü qurtarır və döl dövrü başlayır. 2 və 5-ci D variantı olacaq. Davam edək. Cədvələ əsasən yanlış ifadələri müəyyən edin. Deməli, X, Y, Z vəzləri verilir bizə.
Deyilir ki, hormon çatışmamazlığı zamanı əmələ gələn xəstəliklər. Miksodema hansı hormon çatışmayanda əmələ gəlirdi? Daha doğrusu, yəni hansı vəznin hormonu çatışmayanda? Qalxana bənzər vəzi, qalxana bənzər. Akromegaliya, hipofiz, şəkərli diabet isə mədə altı vəzi. Deyir ki, burada X vəzni yanlış ifadələri soruşur. Çox xahiş edirəm, həmin yanlış, doğru, mə, inkarlıq şəkilçiləri orada mütləq altından xətt çəkəsiniz. X vəzni ifraz etdiyi hormonlardan birinin çatışmamazlığı uşaqlarda ağıl kəmliyinə səbəb ola bilər. X vəzni nədir? Qalxana bənzər vəzdir. Bəli, bu doğrudur. Qalxana bənzər vəznin çatışmamazlığı ağıl kəmliyinə səbəb olur. Öd Z vəzni ifraz etdiyi fermentlərin işini fəallaşdırır. Z vəzni şəkərli diabet mədə-altı vəzdir. Bəli, mədə-altı vəznin fermentlərini öd fəallaşdırır. Sonra, bu da deməli doğru oldu. Daha doğrusu bizdən yanlışı soruşur. 1 ilə 2 doğrudur. Sonra Y vəzi bioloji saat rolunu oynayan vəzi ilə eyni boşluqda yerləşir. Y nədir? Hipofiz vəzi. Bioloji saat rolunu oynayan vəzi isə epifiz vəzidir. Bəli, epifizlə hipofiz ikisi də kəllə boşluğunda yerləşir. Bu da düzdür. X vəzini sintez etdiyi hormonlardan biri kalsitonindir. X nədir? Qalxana bənzər vəzidir. Qalxana bənzər vəzi, bəli, düzdür. Kalsitonin hormonudur. Üçüncüdə deyilir ki, yerləşmir. Baxın, özüm sizə deyib, özüm orada fikir vermədim. Yerləşmir deyir. Amma əslində yerləşir. Deməli, bu səhvdir. 3'ü götürəcək. Bizdən də zaten yanlışları istəyir. Y vəzini ifraz etdiyi hormonlardan biri tiroksin hormonudur. Y vəzi hansıydı? Deməli, hipofiz vəzi. Xeyr, bu səhvdə o qalxana bənzər. Tiroksin hormonunu hipofiz ifraz eləmir. Qalxana bənzər vəzi ifraz edir. Ona görə 3 ilə 5 B variantı. Sonra burada deyilir ki, cədvələ əsasən sağlam qadında mayalamada bilavasitə iştirak edən qamətlərdə X, Y cinsi xromosomların sayını müəyyən edin. Baxın, fikir verin, cift sayı 3-ə bərabərdir, elə deyil. Yadınızda saxlayın ki, cift sayı eyni yumurta əkizlərində cift sayı eyni olur. Müxtəlif yumurta əkizlərində, yəni müxtəlif uşaqlarda cift sayı fərqli olur. Somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan dölün sayı. Baxın, burada demək istəyir ki, yəni bu qızdır. Bir dənə qız var. Somatik hüceyrənin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan qızdır. Deməli, bir dənə 3 dənə uşağımız var. Bunun biri qızdır. Somatik hüceyrəsinin bir nüvəsində 24 xromosom müxtəlifliyi olan isə kişilərdə X, Y olduğuna görə, yəni bir dənə əlavə olaraq onlarda fərqli Y olduğuna görə 23 yox, 24 olur. Qızda 23 xromosom müxtəlifliyi olur. Kişilərdə bir dənə Y-ə görə 24 xromosom müxtəlifliyi olur. 2 dənədir. Ona görə 2 dənə də qızımız var. Deməli, neçədən uşağımız var? 3 dənə uşağımız var. Bizə deyir ki, ciftin sayı 3'dür. Bu o deməkdir ki, bu 3 dənə uşaq, 3 dənə əkizin 3'ü də müxtəlif yumurta əkizidir. Çünki eyni yumurta əkizi olsaydı bunların bir dənə cifti olacaqdı. Müxtəlif yumurta. Zaten 2, məsələn 2 burada, daha doğrusu 2 qız yox, üzr istəyirəm. 2 dənə oğlan var, 1 dənə qız var, 2 dənə oğlan var. 2 dənə oğlan indi cinsiyyəti eynidir deyə ilk öncə düşünə bilərsiniz ki, bəlkə bu eyni yumurta əkizidir, amma eyni yumurta əkizi olmayacaq. Eyni yumurta əkizi olsaydı 2 dənə cift olardı. Burada 3 dənə yox. 3 dənə cift olduğuna görə bunlar hərəsi müxtəlif yumurta əkizidir. Ona görə də burada nə yazacaqsınız? 3 dənə uşaq oldu. Deməli, bir dənə qızımız var. Bunun xromosomu necə olacaq? XX olacaq. 2 dənə oğlan var. XY, XY, yəni iştirak eləyibdir. İndi bizə deyilir ki, X və Y cinsi xromosomların sayı neçə dənə X var burada? 1, 2, 3, 4. 4 dənə X var. Neçə dənə Y var? 1, 2, 2 dənə də Y var. 4 dənə X, 2 dənə Y. C variantı. 12, 13-cü sual. Hansı xəstəliklərin törədiciləri 8 növ nukleotidə malik ola bilər? Bilirsiniz burada nə demək istəyir? Yəni, həm DNT olsun, həm də ki RNT olsun. Bu halda 8 növ nukleotidə malik ola biləcəkdir. Yəni, DNT də, RNT də, ikisi də varsa, həmin xəstəliyin törədicilərdə deməli, 8 növ nukleotid olacaq. İndi baxaq, qripi nə törədir? Qripi virus törədir. Viruslar 8 növ nukleotidə malik ola bilməz. Deyin, niyə? Çünki biz virusları DNT tərkibli viruslar və RNT tərkibli viruslar olmaqla iki yerə ayırırıq. Yəni, ya onda DNT var, ya da RNT var. Amma bizə hər ikisi lazımdır. Yəni, həm DNT-si olmalıdır, həm də RNT-si olmalıdır. Ona görə virusların törətdiyi xəstəlikləri tamamilə atırsınız. Yəni, bu heç vaxt doğru ola bilməz. Qrip burada çıxdı. Vərəmi bakteriyalar törədir. Bəli, bakteriyalarda həm DNT, həm RNT vardır. Ona görə 2-ni götürürsünüz. Vəbanı da bakteriyalar törədir. Qıçısından çiçək. Bunlar da viruslar törədir. 4 ilə 5-i də atırsınız. Difteriyanı da bakteriya törətdiyini görə götürürsünüz. Y variantı. 14. Eller-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Lobyan toxumu və buğdanın toxumu verilib bizdə. Taycıqlardakı yuvalarda yerləşir. Əlbəttə ki, lobya toxumudur. Pirisi çox toxumludur. Taycıqlardakı yuvalarda yerləşir. Birinci. Göbəkçiyə malikdir. Bu da yenə də lobya toxumu göbəkçiyə malikdir. Ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Bu buğda toxumudur. Çünki buğda toxumunda ehtiyat qida maddələri endospermdə toplanır. Ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur. Üçüncü. Bitkinin əsas gövdəsi rüşeym tumurcuğundan inkişaf edir. Bu da yenə bu hər
əksinə aiddir. Meyvəyanlığı toxum qabığı ilə bitişikdir. Bu dən meyvəyə aiddir. Bir toxumlu dən meyvəyə aiddir. Yəni dən meyvə də burada buğda olduğuna görə 2, 3, 5 olacaq Y variantı. Doğru ifadələri müəyyən edin. Somatotrop hormon çatışmaması immun reaksiyalarını zəifləyir. Baxın, somatotrop hormonu hipofiz vəzinin ifraz etdiyi hormondur, elə deyil. Və bu hipofiz vəzi də deyə bilərsiniz ki, indi boy hormonu immun sistemi ilə nə əlaqəsi var? Çünki somatotrop hormonu, hipofiz vəzinin ifraz etdiyi somatotrop hormonu timus vəzinin işinə də müsbət reaksiya göstərir. Yəni onun işini daha da necə deyim, yaxşılaşdırır və timus vəzi də immun reaksiyalarını immun reaksiyalarına baxdığına görə somatotrop hormonu çox olanda istər-istəməz timus vəzinə də o yaxşı təsir eləyəcəkdir. İmmun reaksiyalarını zəiflətmir. Əksinə, daha doğrusu çatışmaması immun reaksiyalarını zəiflədir. Bəli, çatışmırsa zəiflədəcəkdir. Ona görə də doğru ifadələri istəyir. Bir doğrudur. Adrenalin ürək vurğularının sayını artırır. Bəli, əlbəttə ki, adrenalini artırır. Sonra histidin amin turşusunun çatışmamazlığı qanda hemoqlobin miqdarını artırır. Xeyr, səhvdir. Çünki histidin çatışmayanda əksinə daha da amin turşusu belə deyək də daha da hemoqlobin miqdarı azalır. Bu yanlışdır. Adrenalin qanda glikozanın miqdarını azaldır. Adrenalin qanda glikoz, xeyr, bu səhvdir. Əksinə, adrenalin hormonu glikogeni glikozaya parçalayır. Deməli, glikogen glikozaya parçalanırsa, orada çoxlu glikozalar əmələ gələcəkdir. Əksinə, artıracaq, azaltmayacaq. Bu yanlışdır. A vitamini çatışmaması fagositlərin funksiyasını zəifləyir. Bəli, A vitamini belə deyək də, əsasən selektiv qişalarda olur və onların fagositlərin funksiyasını zəiflədir. Bu maddələr mübadiləsində səhv eləmirəmsə olmalıydı. Orada vitamin çatışmamazlığının törətdiyi fəsadlar verilmişdi. Ona görə zəiflədir, düzdür. Doğru cavab olacaqdır. Y variantı 1, 2, 5. Şirin su hidrasının bədəni neçə qatdan ibarətdir? Çox asan primitiv sual 2 qatdan, ektoderma, endoderma qatından ibarətdir. Davam edək. 17-ci sual. Deməli, deyilir ki, Pavlova görə görmə analizatorunun 3-cü hissəsi böyük yarımkürələrin hansı payında yerləşir? Ümumiyyətcə, Pavlova görə analizatorlar 3 hissədən ibarət olur. Bunların birinci hissəsi periferik hissədir, yəni ki, reseptor olan hissədir. İkinci hissə ötürücü hissədir, yəni söhbət sinirlərdən gedir. Üçüncü hissə isə mərkəzi hissədir, yəni ki, söhbət baş beyindən gedir. İndi üçüncü hissə, yəni söhbət baş beyindən gedir. Böyük yarımkürələrin görmə harda yerləşir?Ənsə nahiyəsində. Deməli, üçüncü ənsə payı olacaqdır C variantı. Sonra 16-cı sual. Sxema əsasən X-in yerinə yazıla bilməz. X deməli həm mitoz bölünmə gedir, həm meyoz, həm də ki mayalama prosesi gedir. Uşaqlar, həm mitoz, həm meyoz, həm də mayalama gedən nədir? Dişidir. Deməli söhbət dişidən gedir. Çünki mayalanma dişidə gedir. Meyoz prosesi dişinin qametlərinin yaranmasında meyoz bölünmə nəticəsində yaranır. Dişinin öz bədəninin qurulmasında mitoz bölünmə gedir. Elə deyilmi? Məsələn, söyüdün yaşıl çiçəyi dişi çiçəkdir. Deməli bu doğrudur. Yazıla bilməz deyir, amma bir yazıla bilər. Qarğıdalının qıça çiçək qrupu dişi çiçəklərdir. Deməli, bu da yazıla bilər. Söyüdün sarımtılı çiçək isə erkək çiçəklərdir. Erkək çiçəklərdə heç mayalama gedir ki, xeyr, getmir. Ona görə də bu götürülə bilməz. 3-ü, bizdən də bilməz deyilir, ona görə 3-ü götürürük. Günəbaxanın yalançı dilcik şəkilli çiçəyi. Bunu da götürə bilmərik. Niyə? Çünki günəbaxanın yalançı dilcik şəkilli çiçəyində nə erkəkcik var, nə də dişicik var. Heç mayalanma da gedə bilməz burada dişcik olmadığına görə. Doğru cavab B variantı olacaq. Zəncir otunun dilcik şəkilli çiçəklərində isə bəli, burada mayalama prosesi gedə bilər. Yəni bunların hər birinə X uyğun gələ bilər. Sonra 19-cu sual. Ağciyər alveollarında qazar mübadiləsiz zamanı aşağıdakilərdən hansı baş vermir? Ağciyər kapilyarlarındakı qanda oksigenin miqdarının artması düzdür. Siz nəfəs alanda siz oksigen qəbul edirsiniz də, elə deyil. Deməli, kapilyarlarda nə olur? Oksigen miqdarı artır. Ağciyər kapilyarlarında qanda CO2 miqdarı, xeyr, CO2 miqdarı artmır, əksinə azalır. Tənəffüs prosesində siz karbon qazını xaric edirsiniz. Necə arta bilər? Oksigen alveol, çünki burada arterial qan, daha doğrusu venoz qan arterial qana çevrilir. Yəni ki, oksigen miqdarı artmalıdır, karbon qazının miqdarı azalmalıdır. Ağciyər kapilyarlarında nə baş verir? Venoz qan arterial qana çevrilir. Bu halda karbon qazı miqdarı azalmalı, oksigen artmalıdır. Amma burada karbon qazı miqdarı artma yazıbdır. Ona görə bu səhvdir. B variantı. Oksigenin alveollardan qana keçməsi. Bəli, oksigen alveollardan qana keçir. Ağciyər kapilyarlarında venoz qan arterial qana çevrilməsi. Bəli, venoz arteriala çevrilir. Ağciyər kapilyarlarında qanda CO2'nin miqdarının azalması. Bəli, CO2 miqdarı azalır. B variantı doğru cavab olacaqdır. 20-ci suala baxaq. Cədvələ əsasən doğru fikri müəyyən edin.
Aha, davam edək 20-ci sualımızda. Deyilir ki, cədvələ əsasən doğru fikri müəyyən edin. Deməli, xəstəliklər verilib: vəba, leishmanioz və malyariya, törədiciləri və keçiricilərini tapmalıdır. Birincisi, vəba xəstəliyini bakteriyalar törədir. Vəba xəstəliyinin keçiriciləri isə qeyri-canlı amillərdir. Yəni torpaq vasitəsilə, su vasitəsilə, yəni qeyri-canlı amillər vasitəsilə yayılır. Leishmaniozu ibtidai heyvanlar törədir. Keçiriciləri də elə milçəklərdir. Leishmaniozun, malyariyanın törədiciləri yenə də hansılardır? Malyariya ağcaqanadıdır. Elə deyil ki, ibtidai malyariya ağcaqanadıdır, keçiriciləri isə dişi malyariya ağcaqanadıdır. İndi gəlin baxaq. A variantında deyilir ki, doğru fikirləri istəyir bizdən. Deməli, A variantında deyilir ki, Z və K eyni aləmə aid ola bilməz. Z nədir? Z deməli, ikisi də milçəkdir. Malyariyanın törədicisi də milçəkdir, keçiricisi də milçəkdir. Eyni aləmə necə yəni aid ola bilməz? Aid ola bilər, çünki ikisi də milçəkdir. Onsuz da X və Y eyni aləmə aid ola bilməz. X nədir? Bakteriyadır. Y nədir? Y isə qeyri-canlı aləmdir. Əlbəttə ki, eyni aləmə aid ola bilməz. Necə? Qeyri-canlı ilə canlı necə ilə aləmə aid olsun ki? Burada doğru cavab elə B variantı olacaq, amma digər variantlara da baxaq. Y, N və K eyni aləmə aid ola bilməz. Y-la N. Y-la N düzdür, amma N-la K səhvdir. Çünki N-la K ikisi də milçəkdir. İkisi də heyvanlar aləmində, eyni aləmə aiddir. X, M, Z eyni aləmə aid ola bilməz. X nədir? Bakteriyadır. M nədir? İbtidailərdir. Z nədir? Z də ibtidailərdir. Eyni aləmə deyir ki, aid ola bilər. Xeyr. X axı bakteriyadır. Bakteriya ilə heyvanlar başqa aləmdir. Çünki biz dedik axı 4 dənə aləmimiz vardı. Bakteriya heyvan deyir ki, bakteriyalar özünə ayrıca bir aləmdir, yəni belə deyək. Y variantında X, N eyni aləmə aid ola bilər. X nədir? Bakteriyadır. N nədir? Milçəkdir. Xeyr, yenə bakteriya aləminə aiddir. N isə milçəkli heyvanlar aləminə aiddir. 20-də olacaq B variantı. 21-ci suala baxaq. Deməli, deyilir ki, uyğunluğu müəyyən edin. Tamam. Aha. Deməli, uyğunluğu müəyyən edin. Burada deyilir ki, indi baxaq, interfaza, profaza və anafaza mərhələləri göstərilib bizə. Hüceyrə orqanoidlərinin sayı artır. Hüceyrə orqanoidlərinin sayı interfaza mərhələsində artır. Çünki burada DNT belə deyək, ikiləşir, orqanoidlərin sayı artır. Yəni ikiləşmə prosesləri, artma prosesləri, artım prosesləri gedir. Ona görə də 1-ə A variantı aiddir. Bölünmə vətərləri yaranmağa başlayır. Bölünmə vətərləri profaza mərhələsində yaranır. 2-yə B variantı aiddir. DNT ikiləşir. DNT-nin ikiləşməsi də interfaza mərhələsinə aiddir. Sonra xromosomların sayı 2 dəfə artır. Xromosomların sayının artması anafaza. Məsələn, 2N 4C-dən 4N 4C-yə artır. Yəni xromosom sayı anafaza mərhələsində artır. 3-ə aiddir D variantı. Sonra DNT hesabları spirallaşır, yoğunlaşır, işıq mikroskopu altında görünə bilən bir vəziyyət alır. Bu da aid hansı mərhələyə? Profaza mərhələsinə aiddir. Y variantı. Deməli, hansı cavab olacaq? A variantı doğru cavabımız olacaq. 22. İnsan skeleti baş, gövdə və ətrafların skeletinə bölünür. Hansı bəndə bu skelet şöbələrinə aid sümük? Çox asandır. Deməli, deyir ki, burada kəllə skeletinə nə aiddir? Gicgah kəllə skeletinə aiddir. Sonra qamış, xeyr, məsələn, A variant baxaq, gəlin. Qamış ətrafların skeletinə aiddir. Körpücükdə ətraflar skeletidir. Döş də həmçinin gövdə skeletinə aiddir. Sonra bu yanlışdır. Fəqərələrə gəldikdə, fəqərələr gövdə skeletinə aiddir, kəllə skeletinə aiddir. Ona görə B variantı da yanlışdır. Amma C variantımızda isə gicgah kəllə skeletinə aiddir, fəqərə gövdə skeletinə aiddir. İncik sümüyü isə yuxarı ətrafların sərbəst hissəsinin skeletinə aiddir. Doğru cavab olacaq C variantı. 23-cü sual. Verilən canlılar üçün ortaq xüsusiyyətləri müəyyən edin. Verilən canlılar üçün ortaq xüsusiyyəti müəyyən edin. Deməli, gəlin baxaq burada. Bu sualda, deməli, ifraza sisteminin həzm sistemi ilə əlaqəli olması. İfraza sisteminin həzm sistemi ilə əlaqəli olması həşəratlara aiddir. Düzdür, ikisi də buğmayaqlar tipidir, amma həşəratlarda malpighi boruları olduğuna görə ifraza sistemi də həzm sistemi ilə əlaqəlidir. Burada bir yanlışdır. Mürəkkəb gözlərin olması. Bəli, hər ikisində mürəkkəb gözlər mövcuddur. 2 doğrudur. Düzünə inkişafın olması. Düzünə inkişafın olması, xeyr, bu yanlışdır. Düzünə inkişaf bunlarda sürfə mərhələsi olduğuna görə dolayı inkişafdır. Ürəkdən arteri damarının çıxması, bəli, hər ikisinin ürəyə arteri damarı çıxır. Qanın oksigen daşıması. Qanın oksigen daşıması xərçənglərə aiddir, amma kəpənəyə aid deyil. Çünki kəpənək həşəratdır və biz dedik ki, həşəratlarda qan qazlar mübadiləsində iştirak etmir. Ona görə də burada 5 də yanlışdır, 4 doğruydu. Buğumlu ətrafların olması. Buğumlu ətrafı, bəli, hər ikisində buğumlu ətraflar vardır. Bu da doğrudur. 2, 4, 6. Sonra 24-cü sualımıza baxaq. Deyir ki, DNT molekulunun bir hissəsində hidrogen rabitələrinin sayı 1000, adenin nukleotidlərin sayı 2000. Biz burada 2 qat hidrogen rabitələrinin sayını və 3 qat hidrogen rabitəsinin sayını tapıb toplamalıyıq. Birinci nə edirik? Baxın.
Adeninin sayı nə qədərdir? Adeninin sayı 2000-dir. Avtomatik olaraq deməli timin sayı da 2000-dir də, elə deyil. İndi 2 qat rabitəni biz necə tapırdıq? Adeninlə timin arasında 2 qat rabitə olur. Guanin və sitozin arasında isə 3 qat rabitə olur. Baxın, fikir verin. Söhbət 2 qat rabitə sayından gedir. Hidrogen rabitə demir H-X-də. 2 qat rabitə. Bir dənə adenin və ya fərq eləmir. Bir dənə timin olanda bir dənə hidrogen bir dənə 2 qat rabitəsi olur. Elə deyil. Bir dənə 2 qat rabitə, bir dənə adenin olanda bir dənə 2 qat rabitə olur. Ona görə də burada nəyə diqqət edirsiniz? Deməli, burada X-in sayını avtomatik olaraq tapa bilirik ki, əgər ki, adenin sayı və ya fərq eləmir, timin sayı 2 qat rabitə sayına bərabərdirsə, bunların sayı da 2000-dirsə, deməli, X də avtomatik olaraq nə olacaq? 2000 olacaq. X-i tapdıq. 3 qat hidrogen rabitələrin sayını tapmaq üçün isə yenə bir dənə guanin və ya fərq eləmir, bir dənə sitozin olanda bir dənə də 3 qat rabitə olur. Da elə deyil, yəni bir dənə 3 qat hidrogen rabitəsi var. İndi biz 3 qat hidrogen rabitəsinin sayını tapmaq üçün guaninlə sitozin sayını tapmalıyıq. Bunun üçün nə edəcəyik? Burada hidrogen rabitələrindən istifadə edəcəyik. Belə bir düsturumuz var idi ki, hidrogen rabitələrinin sayı bərabərdir. Ümumi nukleotidlərin üzərinə sitozin və ya fərq eləmir, guanin gəldiyimiz zaman bizə hidrogen rabitəsini verirdi. İndi 10.000 hidrogen rabitəmiz 10.000-dir. Ümumi nukleotidlərin sayını bilmirik. Çünki adeninlə timin ikisi bir yerdə nə qədər eləyir? 4000 eləyir. Elə deyil, 4000 eləyir. Üstə gəlinsin. Sitozinlə guanin sayını bilmirik. Sitozinlə guanin bir-birinə bərabər olduğuna görə guaninin yerinə sitozin yaza bilərik. Elə bir ki, burada adeninlə timinin cəmi 4000 elədi mi? Yerdə nə qaldı? Üstə gəl sitozin, üstə gəl guanin, üstə gəlinsin, bax buradakı sitozin. Bir dəqiqə buranı silək, çox qarşı oldu. Üstə gəlinsin, bax bu sitozin, bu sitozindir ha. Çünki ümumi nukleotidlərin sayı 4000 adeninlə timin, sitozinlə guanin qaldı çünki sayını bilmirik. Bu sitozin də buradakı sitozindir. İndi bu guanin də onsuz da sitozinə bərabər olduğuna görə hər fərqli olmasın deyə bunu da yerinə sitozin yaza bilərik. Yəni ki, 4000 üstə gəlinsin, 3 dənə sitozin bərabərdir 10.000-ə. Burada 10.000-dən 4000-i çıxacaqsınız, eləyəcək 6000. 6000-i də böləcəksiniz 3-ə, sitozin eləyəcək 2000. Deməli, 2000 dənə sitozin varsa, 2000 dənə də guaninimiz var. Aydındır. 2000 dənə sitozin, 2000 dənə guanin varsa, biz bayaq dedik ki, guaninlə sitozin arasında 3 qat rabitə var və 3 qat rabitələrin sayı guanin və ya sitozinin sayına bərabər 2000-dirsə, deməli, 2000 dənə də 3 qat... Oy, hara getdi? Dəqiqə. Aha. Deməli, 2000 dənə sitozin, 2000 dənə də guanin var. Yenə, deməli, sitozinimiz də 2000 oldu, guanin də 2000 oldu. Bizdən nəyi soruşurdu? Rabitələrimiz 2 qat hidrogen rabitəsi də 2000 oldu, 3 qat hidrogen rabitəsi də 2000 oldu. Cavab eləyəcək 4000. Ümid edirəm başa düşdünüz. Əgər başa düşmədisə, mən yenidən şərhləri yazarsınız, sizə izah eləyəcəm. Çünki mən istəyirəm ki, bunu tam bir şəkildə biraz çox dərinə gedirəm. Ola bilər, yəni biraz da eyni şeyləri təkrar edirəm. Mən burada məqsədim sizin onu həqiqətən qavramağınızdır. Niyə, məsəl üçün, niyə bu belə oldu? Bu hardan gəldi? Məsələn, mən ora guanin üstə gəl, 3 dənə 4000 üstə gəlsin, 3 dənə sitozin yazdım. Yəni təbii ki də bir şagird maraqlanacaq ki, bu niyə belə yazıldı? İstəyirəm ki, onu siz tam başa düşəsiniz, tam qavrayasınız. 25-ci suala baxaq. Şəkildə göstərilən balıq üçün hansı ifadələr doğrudur? Sümüklü balıq göstərilib. Qəlsəmə qapaqları olmur. Bu yanlışdır. Sümüklü balıqlarda qəlsəmə qapaqları olur, qığırdaqlarda olmur. Qarın ortasından arterial qan olur. Qarın ortasında arterial qan olur. Xeyr. Bunlarda ürəyində yalnız venos qan olduğuna görə ürəyindən də birbaşa qarın aortası ilə venos qan çıxır, qəlsəmələrə aparılır. Arterial olmur. Bu da səhvdir. Cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Bu balıqda xanı balığıdır. Xanı balığında 8 üzgəc olur. Onların 4-ü cüt olur, 4-ü də tək olur. Bəli, bir-birinə bərabərdir. 3 ona görə doğrudur. Onurğa sütunu 4 şöbədən ibarətdir. Yanlışdır. Onurğa sütunu 2 şöbədən ibarətdir. Gövdə və quyruq şöbələrindən ibarətdir. Ürək boşluğunda yalnız venos qan olur. Bu da doğrudur. Gövdə fəqərələrinə qabırğalar birləşir. Bu da doğrudur. Doğru cavab bəli 3, 5, 6. 26. Euler-Venn diaqramında doğru göstərilən bəndləri müəyyən edin. Aha, podagrafidə ateroskleroz xəstəliyi verilibdir bizdə. Qanda sidik turşusunun miqdarı artırır. Bu podagra xəstəliyinə aiddir. Bəli, çünki podagra xəstəliyi olanda oynaqlarda duz kristalları yığılır. Kristallar sidik turşusunun miqdarı da artır. Deməli,
Biri düz yazıblar podagraya. Bir doğrudur. Damarların içərisi yağa bənzər maddələrlə örtülür. Bu podagra yox, ateroskleroz xəstəliyidir. Bu səhvdir. Əl və ayaq oynaqlarında iltihablaşma əmələ gəlir. Podagra düzdür. Elə 3-ə də yazıbdır. Dayaq hərəkət aparatının xəstəliyidir. Ateroskleroz dayaq hərəkət aparatının deyil. Qan damar sistemi, damarların xəstəliyidir. Podagra da dayaq hərəkət aparatının. Xolesterin miqdarının artması nəticəsində yarana bilər. Aterosklerozdur. Bu da düzdür. İlk təsvirini Sydenham vermişdi. Sydenham podagranın təsvirini vermişdi. 1-3-5 doğru cavabdır. Bizdən doğruları göstərir. Yəni ki, bunlar harda, hansı belə deyək də, hansının içərisində doğru yazdıbsa onları seçməliydik. 1-3-5 doğrudur. 26-27-ci sual. Uyğunluğu müəyyən edin. Aha. Uyğunluğu müəyyən edin. Deməli, burada paleozoy, mezozoy və kaynozoy eralarda uşaqlar. Burada yəni belə deyim də izah eləsi bir şey yoxdur. Əgər ki, bunu sadəcə və sadəcə olaraq xronoloji cədvəli yaxşı əzbərləyib oxumaqla yaza bilərsiniz. Çılpaq toxumlar meydana çıxmışdır. Bu paleozoy erasına aiddir. Bəli, uçan onurğalar Yura, bu da mezozoy erası idi. Mezozoy erasına aiddir. Toxumlu qıcların yox olması da mezozoy erası idi. Dilopiteklərin meydana çıxması da kaynozoy erası. Stegosefalların meydana çıxması da paleozoy erasına aiddir. 1-ə A-la Y, 2 B, C, 3 də D aiddir. İndi gəldik situasiyamızda, seleksiyaya aid idi situasiyamızda. Aha. Deməli, baxaq, deməli deyir ki, Rusiyada seleksiyanın ən uğurlu nümunələrindən biri hesab olunan Orlov löhrəm at cinsinin Aleksey Orlov tərəfindən alınmasının sadələşdirilmiş sxemi göstərmişdir. Aha, sxemdəki canlıların hər birində diploid xromosomların dəsti 2n bərabərdir 66-dır. Deməli, yadınızdadırsa, seleksiya dərsində necə idi? Danimarka yük atını ərəb minik atının erkəyi ilə çarpazlaşdırırlar. Deməli, burada B nədir? Ərəb minik atının erkəyidir, erkək. Sonra və orada nə alırlar? Hibrid alırlar. Və alınan hibridlər də erkək olur. Burada C də erkəkdir. Alınan hibridlər də erkək olur. Sonra bu C-ni, yəni erkəkləri Hollandiya löhrəm at cinsinin dişisi ilə çarpazlaşdırırlar. D nədir? Hollandiya löhrəm at cinsinin dişisidir. Bu da dişidir. Tamam, bunları qeyd elədik. İndi 28-ə baxaq görək nə deyir? Deyir ki, Orlov löhrəm at cinsinin alınmasında metodiki seçmənin hansı formasından istifadə olunmuşdur? Fərdi seçmədən istifadə olunmuşdur. Bəli, doğrudur. Bu canlıların filogenetik sıralarını ilk dəfə hansı alim Vladimir Kovalevski müəyyən etmişdir? Bu da doğrudur. Sonra deyir ki, təkamüldə onların neçənci barmaqları rudiment halında qalmışdır? 2 və 4-cü barmaqlar rudiment halında qalmışdır. Bəli. 29-da cavab vərəqindəki cədvəli tamamlayın. Bir dəqiqə bu cədvəl necədirsə mən ona baxmalıyam bir saniyə. Hə, cədvəl belədir ki, deməli cədvəldə B ilə D-nin nə olduğu soruşur. Biz dedik ki, B ərəb minik atının erkəyidir. D də ki, Hollanda löhrəm at cinsinin dişisidir. Sonra bunların nəyini soruşur? Bunların elə bir xromosom müxtəlifliyini soruşur. Biz dedik ki, baxın, yadınıza saxlayın. Xromosom müxtəlifliyi, bax, bunlarda 2n bərabərdir 66, elə deyil. N nəyə bərabərdir? 33-ə bərabərdir. Xromosom müxtəlifliyi dişilərdə 33-ə bərabər olur. Yəni, dişi də burada D dişidir. Erkəklərdə isə bir dənə X, Y olduğuna görə fərqli bir Y hərfi belə deyim də, loriddə olduğuna görə 33 yox, 34 olur. Deməli, dişidə 33 olacaq, erkəkdə də 34 olacaq. 30-da da yəni cavab vərəqindəki cədvəli tamamlayın və cavabınızı müvafiq hesablamaları aparmaqla əsaslandırın. Burada olmalıydı o cədvəl. Bir saniyə, bura qoyulmalıydı. Hə. Deməli, həmin cədvəl bax belə idi. Həmin cədvəldə deməli canlılar verilibdir, A-dan C verilibdir. Gametogenezin yetişmə mərhələsində daxil olan bir nüvəli hüceyrələrdə xromosom sayının cəmi 132 idi. Bunu səhv eləmirəmsə özləri vermişdi həmin cədvəldə. Burada biz A-la B-ni tapmalıyıq. Baxın, bir saniyə, A-mız nə idi? Danimarka yük atı, deməli dişidir, A dişidir, sonra bir də C. C də nə idi burada? Erkəkdir. Onları qeyd edək. A burada dişidir, C də erkəkdir. 2n bərabərdir. Bunu qeyd edelim. 2n bərabərdir 66, indi bərabər 33. Biz burada nəyi tapmalıyıq? Bölünməyə məruz qalan bütün hüceyrələrdə X cinsi xromosomların sayının cəmini tapmalıyıq. Uşaqlar, gəlin bunu ilk öncə olaraq sxem çəkərək sizə göstərim.
Bir saniye. Baxın, söhbət dişidən gedirsə, dişidə x idi. X bölünəndə nə əmələ gətirir? Bir dənə x burada, bir dənə də x burada. Sonra bunlar yenidən bölünür. X, bu x də x əmələ gətirir. Yəni bu 2n-dir. 2n bərabərdir 66-da, elə deyil. Deməli, bir dənəsi daxil olanda 2n 66-dırsa, bizdə amma 132 verib də, elə deyil. Deməli, 2 dənə hüceyrə daxil olub, elə deyil. Biz tapdıq ki, 2 dənə hüceyrə daxil olub. Bunu bir kənarda yadımızda saxlayaq. Erkəklərdə də eyni şəkildə, deməli, burada hər ikisi 132 olduğuna görə 2 dənə hüceyrə daxil olur. Erkəklərdə bölünəndə x, y bölünür. Nə əmələ gətirir? Bir dənə x burada, bir dənə y burada. Sonra x bölünür, x əmələ gətirir, y bölünür, y əmələ gətirir. Bölünməyə məruz qalan bütün hüceyrələrdə x cinsi xromosomların sayını tapmalıyıq. Baxın. Erkəklərdə bölünməyə bir dənə burada x məruz qalır. Bax, bu x bölünməyə məruz qalır. Bir də bu x bölünməyə məruz qalır. Yəni, bir dənə hüceyrədə 2 dənəsi bölünməyə məruz qalırsa, yəni 2 dənə x bölünməyə məruz qalırsa, axı bizdə 2 dənə hüceyrə var. 2 dənəsində isə 4 dənə x bölünməyə məruz qalır. C erkək olduğuna görə, deməli, C-miz nəyə bərabər olacaqdır? 4x-ə bərabər olacaq. Dişilərdə isə fikir verin, bir dənə bu x, bir də bu x. 2 dənə oldu mu bölünməyə məruz qalıb. Çünki onlar bölünüblər. Sonra bu x-ların özü yenidən bölünməyə, ümumi 4 dənə. Bir dənə hüceyrədə 4 dənə x bölünməyə məruz qalır. Amma bizdə axı 2 dənə hüceyrə tapdıq. 2 dənə hüceyrədə də 8 dənə x bölünməyə məruz qalacaqdır. Deməli, A-mız 8x-ə bərabər olacaqdır, B-miz də 4x-ə bərabər olacaqdır. Uşaqlar, əgər burada situasiya olsun və yaxud da ki, hər hansı bir test nümunəsi olsun, nəyisə başa düşmədinizsə, mütləq bir şəkildə onu şərhlərdə qeyd edin, mən onu sizə izah eləyəcəm. Və bir də uşaqlar, bunu qeyd etmək istəyirəm ki, artıq yəni mən özüm bir repetitor olaraq məşqlərə qrup hazırlayacağım, yəni ki, start verirəm bunlara. Belə deyim ki, ödəniş olaraq, məsəl üçün, qrup şəklində 30, fərdi şəkildə istəyəndə də 40 hazın olacaq. Avqust ayının əvvəllərinə kimi, yəni, davam eləyəcək. Və bunu da qeyd edim ki, güzəşt olaraq ilk 2 həftə ərzində, yəni ödənişsiz olacaqdır. Niyə? Burada bilirsiniz, əsas məqsəd nədir? Ola bilər ki, məsələn, hər hansı bir abituriyent bir müəllimin, bir repetitorun, belə deyim də, dilini götürə bilmir. Yəni, onun nə dediyini başa düşə bilmir. Yəni, bu o anlama gəlmir ki, müəllim pisdir və yaxud da ki, uşağın savadı azdır. Burada hər şey ondan asılıdır ki, siz görək həmin repetitorun sizə başa saldığı dərsi qavraya biləcəksinizmi? Siz onun izah elədiyini yaxşı bir şəkildə başa düşə bilirsinizmi? Burada əsas məsələ bundan ibarətdir. Yəni, bunu qeyd edeyim ilk öncə. Ona görə də İlk 2 həftə ərzində sizə heç bir ödəniş alınmayacaqdır. Burada dediyim kimi, yenə də əsas məqsəd sizin məni başa düşüb düşməməyinizi yoxlamaqdır. Sonra qalmaq istəsəz, yəni qalacaqsınız. Getmək istəsəz də əlbəttə ki, əsas burada yolunuz açıq olsun. Hansı müəllim daha yaxşı başa düşürsünüzsə, təbii ki də onun yanına gedəcəksiniz. Burada əsas məqsəd sizin gələcəyinizdir. Yəni, bunu demək istəyirəm sizə. Əlaqə nömrəni də aşağıya qeyd edəcəm. Əgər ki, yəni, məşqələrimə, belə deyək də, hazırlıqlarıma gəlmək istəyirsinizsə, həmin nömrəyə yazarsınız.